Sizin kimi aşağı atacağım. Buyurun. Aha, çox xahiş edirəm. Birinci, hər vaxtınız, hər axşamınız xeyir hər birinizin. Buyur. Bax, burada heç kim kişi xeylaqları, burada qadınlar var da. Birinci kişiyə yaraşmaz ki, qadınların qabağında elə tərbiyəsiz sözlər, qurşaqdan aşağı sözlər desin. Vəlizarı səhərdən danışıqlarına görə qınıyırsınız, amma siz də söyürsünüz, başlayırsınız, fikir vermişsiniz ki, burada xanımlar var. Amma düzgün deyil, bu bir. İkincisi, heç kim Allahın yerinə əstəğfurullah danışa bilməz. Oğrudur, pozğundur, əxlaqsızdır. Onların öz seçimidir. Allah hamını dünyaya O nə deməkdir? Ay xanım, sən nə danışırsan? Pozğundur, oğludur, seçkindir, nədir? Sən deyirsən ki, bizim millət pozğun olsun. İkinciden qoy fikrini desin. Ay qardaş, bir dəqiqə, mən sözümü danışam, mən demədim millət. Qoy fikrini desin, axı kimi sonra danışarsın. Bir dəqiqə, öz üstəm, mən demədim, millətin adından demədim. Dedim ki, Allah Taala heç kimi həyata pozğun yaradıb gətirmir. Siz bir sözümü dinləyin, sonra cavab verin. Yəni o özü bilər, o onun şəxsi həyatıdır. Burada heç kim Vəlizarı tərifləmir, demir ki, Vəlizar yaxşı eləyir, onun hərəkətləri yaxşıdır. Bəli, Vəlizarın günorta məsəl üçün yayını elə bil ki, gedirlər də, atırlar da, paylaşanda. Mənim oğlum dəfələrlə görəndə demişəm, atam fikir vermə. O elə belə yalandır. Yəni mən oğlumu yayındırmışam elə şey. Mən sizi gözəl başa düşürəm. Onun günorta da onun yayınlarını paylaşanlar var. Bu bir. Sadəcə olaraq bəli, Vəlizar söyür. Vəlizar məsəl üçün bəzi hərəkətlər edir. Mən heç onu dəstəkləmirəm. Amma mən Vəlizarın bir şeyinə görə xoşum gəlir o insandan ki, onun gör necə böyük qəlbi, böyük ürəyi var ki, o xəstələrə kömək edir. Deyirsiniz ki, hədiyyə cəmaatın bir dəqiqə cəmaatın cibindən gedir. Bəli, o cəmaat da o şirləri kimə atır? Vəlizara. Vəlizara atır da. Bax bu dəqiqə açaq bir dənə xəstəni qoyaq, hə? Biz də açaq yayın. Bizə şir atan olacaq, atmayacaqlar. O insanlar ona atır o şirləri, hədiyyələri. O da görürsünüz ki, yeri gəndə deyir sizə, xanım, heç kim bilmir başına gələni. Bu həyat qumirantdır. Heç kimi qınamasın. Heç kim bilmir ki 5 gündən sonra başına nə gələ bilər. Bir dəqiqə, ilkin siz mən xahiş edirəm, mən sizin görürsünüz ki, mən öz fikrimi söyləyirəm. Siz bayaqdan hamının sözünü kəsirsiniz, deyirsiniz. Mən öz fikrimi mən demirəm. O düzgün hərəkət edir. Onun hərəkəti, onun şəxsi həyatı mənə maraqlı deyil. Heç mən onun şəxsi həyatını da dəstəkləmirəm. Bəli, çünki bizim uşaqlarımıza o pis örnəkdir də. Mən onu başa düşürəm. Amma mən onun bugünkü gündə onun ürəyinə görə ki, o ki elə gözəl ürəyi var. O hər nə ola bilər. Əməli onu, amma ki görün ki o xəstə ananı, o uşaqları siz fikir verirdiniz ki, o uşaqlarla yəni PK oynayanda uşaqlar onu görəndə necə sevinirdi. Siz o uşaqların, xəstə uşaqların gülüşünü görürdünüz necə sevinirdi. Çünki imdad ondan gəlirdi o uşaqlara. O uşaqlara kömək edirdi. Ay, çox gözəl bir vurğu vurğuladınız. İmdad ondan gəlirdi. Bəli. O imdada görə boyun əyirlər də, qurban sizə. Ay atam, ay qardaşım, bəs bu, deyir sizə, bax xəstə ana üçün deyirlər ki, bayaqdan, Vəlizar üçün belə deyirsən. Bəs o yazığın uşağı gözünün qabağında elə xəstə olub, pis vəziyyətdə olanda, o ana neynəməlidir? Bir dəqiqə danışmıyor. İlkin gedərəs imdad sağa gəlsin də gedərəm. İndi bir dəqiqə sən, indi bir dənə sənə söz deyim. Bir dəqiqə qardaşım, bir dəqiqə xahiş edirəm. Ay Fariz bir dəqiqə. Siz əsas məsələnin mahiyyətini kənarda saxlayırsınız. Yox, bir dəqiqə qardaşım, bax. Qardaş. Bir dəqiqə qardaşım dedim sənə. Məsələnin mahiyyətinə toxunun. Deyin ki, biz üzdən İraqlara qiymət veririk. Biz pozğunlara qiymət veririk. Əyri olan insanlara qiymət veririk. Biz düzgünlərə qiymət vermirik. Biz düzgünləri düzgün hesab eləmirik. Bir dəqiqə də sən fikrimi söylədin. Yoldaşlar, normal adam açanda, canlı açanda ona dəstək olsunlar. Yox, biz onun hərəkətlərini dəstəkləmirik. Heç kim onun hərəkətlərini dəstəkləmir. Sadəcə insanlar onun elədiyi yaxşılığı Oturar, hə, sən ondan narahat ol. Gedib oturar. eləyirlər. İki qısa. Deyirəm, Bu Prarivana, bu Prabalvana. Biz nə deyirik, siz nə başa düşürsünüz? Biz demirik ki, Vəlizar pis yaxşı hərəkətlər eləyir, ya üzr istəm dəfələrlə. Nə hərəkətlər eləyir? Prabalvana, Praivana qalıb başqa yerdə. Konkret bizim məqsədimiz olmalıdır ki, biz buna yox deyirik. Siz nə danışırsınız? Siz bunu bir dəfəlik fikirləşin ki, bir dəqiqə insanlar... Xalq üçün nə eləmişəm? Heyrətdən danışın.
Neynəmişəm mən sənə cavab bir hansı dəqiqə. neynəmişəm? İlkin. Hansı şahidin evində oldu? Bir dəqiqə. Burada heç Mən özüm eşidirsən, gör nə deyirəm, mənim dayılarım, əmilərim belə fit çıxmasın. Mənim nəslimdən eşidirsən. Bir dəqiqə. Xahiş edirəm. İlkin bəy. Bir dəqiqə İlkin bəy. Burada heç kimsə bax o Vəlizarı bəyənənlər belə hamısı inanın ki onun elədiyi yaxşılıqlara görə onu bəyənir. Bəli. Tüpürüm onun elədiyi yaxşılığa. Tüpürüm onun elədiyi yaxşılığa. Niyə görə? Bir dəqiqə deyirsiniz, bir dəqiqə. Hansı bir imkanlı müğənni, yox, hansı bir imkanlı müğənni yayın açanda hansısa bir kəstəyə ya xəstəyə köməklik eləyib. Niyə elə deyirsiniz ki? Hansı bloger Eşidirsən köməklik mənə? eləyib xəstəyə? Tüpürüm onun elədiyi yaxşılığa. Elə demə, böyük danışmayın ki. Böyük danışmayın, heç kim bilməz başqa. Böyük danışmıram, mən olanı danışıram. Milləti söz verəməyəm. Ayıbdır sizə. 3-4 tane qadın çıxmışsınız bura durub deyirsiniz Vəlizar belə getdi, Vəlizar elə getdi. Ayıbdır sizə. Azərbaycan qadınla yaraşmaya söhbət edirsiniz. Siz sabahki bizim qeyrətli, namuslu, belə deyim, bizim gələcək nəslimizin, oğlan uşaqlarımızın, qız uşaqlarımızın anasısınız. Utanmırsınız bu söhbətləri quşuyorsunuz. Ayıbdır. Ay, vallahi ayıbdır. Ay, gör, sən yenə çıxdın bura. Sən utan. Ay, sən yenə çıxdın bura. Sən utanmırsan bura çıxdın. Bayaqdan deyirəm, sənin ərin Vəlizar kimi olsun, qardaşın Vəlizar kimi olsun. Ay, İlkin ayıbdır. Sən utanmadın yenə çıxdın bura. Ay, İlkin ayıbdır. Belə sözlər deyirsiniz. Ay, İlkin ayıbdır. Valla qadın belə sözlər nə deyirsiniz ki? Ay insanlar. Qızın birisində durub mənə Vəlizarın reklamını nəşr eləyir ki. Siz kiməsə şəxsiyyətini niyə elə sözlər deyirsiniz ki? Şəxsiyyətin yerində o çünki o birinci başlayıb mən. O birinci başlayıb mənim şəxsiyyətimi alçatmağa. Ay insanlar. Bir dəqiqə də bir dəqiqə xahiş edirəm. İlkin o onun şəxsi fikridir. Sən kiməsə fikrini dəyişdirə bilərsən. Ne şəxsi fikridir. Mənə deyir ki, bir dəqiqə deyəm, mənə durub deyir ki, eşitirsən Vəlizar səndən yaxşı oğlandır. Bu sözü mənə deyən alt qadın. Onu heç kim deyə bilməz. Onu heç kim deyə bilməz, amma sən də kiməsə fikrini dəyişə bilməzsən. Sən Allah sən get eşitsən gör nə deyirəm. Sabah ərin işdən gələcək eşitirsən get qapıdan nə bilim. Xanımlar, bir dəqiqə icazə verin, mən İlkin söz deyim. Bayaq burada. Şahin xanım. Bir dəqiqə. Eşidirsiniz, bizdə dəqiqə qulaq asın, bir kəlmə deyib gedirəm. Uşa başıma Bir dəqiqə. Bayaq bir xanım. Bir dəqiqə. Sən danışanda mən surdum. Ay xanım, mən icazə verin, mən də bir kəlmə söz danışım da. Yox, mən sözümü deyib qurtarım. Sən sözü yapamazsın. Bir dəqiqə Siz də. bir-birinizə Bayaq siz burada hicablı xanıma sual verirsiniz. Sən sözünü heç tutarmadın. Sən Vəlizarın bir nömrəli fanatısan, Hacı Şahin. Bir dəqiqə sus. İlkində sən də. Hər dəqiqə dilbə Bir dəqiqə də. O bax, Hacı Şahinin şəklini qoyan xanım. Siz bayaq deyirsiniz ki, hicablı xanıma, hicablı xanıma. Sənlə danışacağım, eşidirsən? Bir dəqiqə də danışacaq. Siz gəlirsiniz ki, uşağı xəstə anaya deyirsiniz ki, uşağı xəstə anaya deyirsiniz ki, nə var uşağı, Vəlizar köməli eləyib yenə dəstəkləyəcək də. Sənin sözün onsuz da mənə Bir dəqiqə, bugünkü gündə, bir dəqiqə, sual verirəm də. Hacı Şahin profili ayasız qadındır. sus. Bir dəqiqə. Bir dəqiqə sus, mən sözümü Bir dəqiqə. Eşidirsən Bir məni? dəqiqə xahiş, bir dəqiqə. Ay sən. Ha, bura bax, yaxşı deyirəm, özün Sən get Vəlizarı təriflə. Sən niyə Bir dəqiqə. deyirsən? Sözlər deyirsən. Susmayana qədər mən danışacağım. Danışında özünüz üçün danışırsınız. Burada zaşşət eləyənsən də sən. Hacı Şahinin şəklini qoyan xanım, anam gör nə deyirəm, sən haqlısan, sonuna qədər haqlısan və mən yenə də deyirəm, burada sənə heç kim sus sözün deyə bilməz. Siz sual verirsiniz ki, hicablı xanıma, sən uşağa köməkli olub, sən Vəlizarın tərəfini tutursan. Ay qadın. Tutmalıdır da. Ay yaradır. Ay yuxarıdakı aşk böceği xanım. Bir dəqiqə sakit qoy xanım sözünü desin. İlkin bəy bir dəqiqə. Dansınıza fikir verin. Dansınıza fikir verin. Siz bayaqdan burada xanımları acıyırsınız, çobutlayırsınız. Şahin xanımlardan deyirəm. Elənti xanımları acılayaram da lap başına daş da salaram. Elənti xanımları heç xanım sözü düşmür. Şəxsi fikrindir.
Qələt eləyir. Şəxsi fikrini getsin ayrı respublikada yaşasın, şəxsi fikir eləsin. Mənim dövlətimdə, mənim millətimdə qeyrətli, namuslu insanların olan bir dövlətdə eşidirsən gəlib petuqları nümayiş elətdirə bilməz. Bir də petuqun tərəfini tutana mən xanım demirəm. Bir dəqiqə. Petuqun tərəfini tutana xanım demirəm mən. Bir də Beyza çıxdı burada. Ged onda evin içində elə. Sən arvadın anan yer qəhvə balası. Vay 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 vay. Ayıp olsun. Ayıp olsun. Senin onun anasına değmeye ihtiyarın yoktu. Sizə bir dənə sualım Necə olacaq. tərbiyəsiz qadınlar. Bu Həcə nənə var, Həcə nənə. Bu Həcə nənə bəyəklarım, Vəlizara qəhmət duruldu. Aynen, sən neçə sıfatın var? Eşidirsən, sıfat səndə olur. Yox, ay Həcə nənə. Gör nə deyirəm, sənin Vəlizar kimi üzüyü göstərəcək sifətlə çatmayacaq sifəti var. Deyirəm ki, ay Həcə nənə, Vəlizarı sənin burada sifətin var. yüksək tutan insan, yüksək tutan insan. Mənim gözümdə heç xanım yox ha. Xanımcılar da ola bilmir. Limonada Siz səhərdən bu qadınları danışmırsınız. Yaxşı eləyirəm. Kim verir? Mənə haqqı deyəndə ki, görürəm, mənə haqqı mənim dövlətim verir. Bax, necə ki, bugünkü sizin övladlar o cələ banladıb saladınız. Darıxmıyım. İlkin ağzından danışığını ver. İlkin ağzından danışığını ver. Zor eləyirəm. Kimsə tərifləməsin. Pox yer üzrə aldıqlara da. Meyl eləyən elə kişilərdir. Bildiniz nə var? Qadınlar meyl eləmir onlara. Bu Həcə nənə ilə ikinin əlindən danışamırıq. Ay Həcə nənə, ikinci mənim imkan aldı danışam. Danışmaq istəyirsən, ay gün. Ged evin içindən yayma. Sən bir şəxsiyə bax. Ben sizden normal söz deyirəm. Az bir de taliyata sonra bir kişi eləymiş elin cavabında bir dəqiqə dayanın. Bir dəqiqə susun, mən söz deyirəm. Normal söz deyirəm sizə. Qulaq asın, Bir xahiş dəqiqə edirəm. dayanın. Xahiş Bir edirəm. dəqiqə dayan. Sizdən bir dəqiqə susun. Bir dəqiqə dayan. Sən danışırsan, da olsa mənzərə. Siz Faiz falan kırıklık yerde, faiz yerde falan. Bir dəqiqə dayan. Ne danışırsan bir sen? dəqiqə susun da. Anlamıyorsan sen. Bir mədəniyyətiniz olsun, bir-birinizin söyürsün. Ayıbdır. Bir Tanış bu canlı korkmursunuz, bir Allah'tan korkun. Faizden diyen de faiz. Bu canlı da farsı. Bu qəhvəxana de canlıdır. Diyen de faiz. Dedim sen sözün orada da bile. Söz sevmeden burada. Ay da bunu söğüşe bak. Ay bu. Ay kızlar, ay başınıza Ay da bu ne dönün. heyetsizliğiydi. Bak bayağıdan söğüşten danışan kişilerin ağzından çıxan söğüşlərə bax. Qadınların Ay yanında. Kişinin biri mən, kişinin biri mən. Sizə qarşı nəsə təhqir demişəm. Mənə qarşı ilkin nəinki sizin ha, nəinki sizin üzürsəm, heç bir kişinin duxsu çatmaz ki mənə təhqir eləsin. Onun da Amma gör nə deyirəm, mənim bir kişi olaraq, mənim bir Azərbaycan belə deyim kişisi olaraq, mən öz Azərbaycan qadınının danışığının, əyri əskiliyini düzəltmək vəzifə borcumdur. Və sən Bəlizar kimini təqdim eləyib, Bəlizar kimini təqdim eləyirsən, sənin ağzının üstündən şillə çəkmək haqqın da var. Təhqir eləməyə heç kimin ixtiyarı yoxdur. İmkan ver, mən danışım, mən çıxacağım. Bax, indi o qadına bundan sonra dəstək lazımdır, hə? İndi ondan sonra Azərbaycan erkəklərinə baxacaq, necə dəstək olacaq ona. Ay sağ ol. Heç kim də dəstək olmur. İnanırsınız gəlib dayda tanıyırlar. Şeydir, Hacı Şahirin çəkini qoyan mənə dəstək olun da. Hacı Şahirin Sən eşidirsən, gör nə deyirəm, o qadına biz kimi ki dəstək ola, o qadına uca Allah dəstək olsun. Biz kimi ki? Qadınlar çıxıb belə bir bura qadın bazarı. Burada oğlu xəstə olan qadına demək istəyirəm ki, Allah sənin oğluna şəfa versin. Ay sağ ol. Başına dönərəm, qurban olum sizdən olar. Bir dənə sual vermək xəstəliyinə şəfa tapır. İlkin məyə sual verin, mənim başınıza dönərəm. Hamınızın ayağınızın altında. İlkin, sən də aç bir yayın, qardaşım, aç bir yayın, o xəstə uşağa köməklik elə. Məni
Məni qoşmalar. Sabah yayına sazam. Sabah yayına sazam. Bir dəqiqə qızlar bir dəqiqə sabah yayına sazam. Aşağıyın o xəstə uşağa kömək ol. Bax, yaxşı, sabah yayına sazam. Petuq Vəlizarı dəstəkləyənlər hamısı gəlsin, kişiliyi öyrənsin, kişiliyə dəstək olsun. Yaxşı, görüm sənə. Başdan Aygün xanım olmaq. Xanım nə idi? Aygün Hanımlar olmaq. bir dəqiqə gözləyin hanımlar. İlkin, Velizara gələn hədiyyələr sənə gələcəkmi? Velizara gələn atılan şirlər sənə atılacaqmı? Bir dənə qərar İlkin bəy, bir dənə sual verin. Deyirsiniz ki, Velizar Ay İlkin bəy, İlkin, onlar mən sual bana bir verirəm sual sizə. verin İlkin. Suraya xanım, bir dənə İlkin. qurban olum, dinləyin. Bəli, buyurun. Ölüm ayağınızın altında. Dinləyin bir dənə İlkin bəyə mən sual verim. Bəli, buyurun, buyurun. Bir dənə sual verim, qurban olum, valla çıxıram. 5 dəqiqəyə çıxıram mən. Başınıza dönüm, sualımı verim, çıxıram. Ölüm Buyurun. ayağınızın altında nə olar Allah ki, eləməsin, dinləyin. Allah eləməsin. Buyurun ay xanım. Bir dənə İlkin bəyə mən sual verim. Buyurun. Deyirsiniz ki, Velizar bizim gənclərimizi pozur, pis örnəkdir. Tam düz. Ne dedi? Belə Benim dediniz yolumu də. ge. Kime Belə dedin dediniz ki də, benim düzdürmü? yolumu ge? Necə? Suraya xanım, bir dənə xahiş eləyirəm də ölüm ayağının altında. Nə olar? Kızlar indiye kime deyip ki benim yolumu git? Kime deyip? Ay Suraya, ay Suraya. Suraya. Nə olar? Düz deyirsən. Suraya, bir dəqiqə səsini Ay kəs. Allah, Görək bax, hörmətdən Allah, danışırsan, səsini xəstənin anasına imkan Sən vermirsən səsini danışmağa. kəsəcəksən. Pırt 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 danışırsan. Bir Xanım, imkan ver. sual Allah. verin, düşürəm aşağı. Kim yardım edin? Bu kadın neçə aylardır herkese yalvarır. Ay Herkese etiraf yalvarır. səhifəsi, nə olar? Bir dənə xahiş edirəm, bir dənə qurban olum. Dinləyin, mən bir dənə Hacı sual Şahin'in verim, şeklini düşürəm koyup aşağı. oraya özünü reklam edin. Bəli, mən sizinlə razı. Bəli, özü xəstə uşağın anasına deyir ki, sən onu deyir dəstək. Niyə uşağına kömək olub dəstək Ay, verir siz də? xəstə nədir bilirsiniz? Xəstənin anası danışır. Səsi kəsində Sizə Vəlizarın götü maraqlı deyil. Xəstə maraqlı deyil. Vəlizarın götü maraqlı. O ananın yerində hər kəs olsa Vəlizarı dəstəkləyər. Çünki uşağına kömək olub. Çünkü sen Sözü kəsin, xəstənin anasının mənə sualı Bir dənə var. nə olar? Xəstənin anasının mənə sualı var. Ay qadınlar. Xəstənin anasının mənə sualı var. Məni, nə olar Buyur. ki? Baxın, dediniz ki, Vəlizar bizə pis örnəkdir, gənclərə pis örnəkdir. Düzdürmü? Elə dediniz də, mən elə başa düşürəm. Bəli, Düzdürmü? demişəm. Bax, yaxşı. Əgər bir insan normal insandırsa, niyə Bəli. getsin Vəlizar kimi olsun ki? Lap tutaq ki, baxdım. Niyə onun kimi olsun ki? Əgər beyni varsa, düşüncəsi varsa, ağlı varsa, ay bu ölənlərimiz suallarımı rəhmət. verim, ondan Allah sonra sizin... cavab verin. Mən düşəcəm aşağı, sizi aşağıda dinləyəcəm. Qurban Tamam, olum sizə. yaxşı. Əgər bir insan normaldırsa, düşüncəsi normaldırsa, ağlı yaxşıdırsa, mən lap Velizara baxsam da belə, niyə onun kimi olum ki? Hə? Əgər mənim normaldırsa düşüncəm, bu belə. İkincisi, o ikinci sualımı da verim, düşürəm aşağı, cavab verərsiniz. İkincisi də ki, mən əgər bir gənc ki, bir uşaq ki, Velizara baxırsa, o ananın, o ata hardadır? O valideyn hardadır? O valideynin günahıdır ki, o ona baxır da, düzdürmü? Halal olsun sana, Düzdürmü? halal olsun. Düzdür. Bəli. Ay sağ ol. Hadi bir dəqiqə, ay Suraya, bəli, yalandan bildim, bəli. Yox, bir. Bir dəqiqə, sualım versin. Salam mənimki bir daha bir-birinizləşmişsiniz. Özümüzdə problem. Metroda, avtobusda minib, bağlara yer verirlər, qoca ağsaqqallara da təpik vururlar. Velizarın da onda günahı var. Çünki Azərbaycanda sevilir lütlər. Velizar kimilər? Qaldı ki, Qoca nənə ilə balama babaya dəstək təpik vurur, vurur. İndi sualımda cavab verin. Bir dəqiqə də, qalmışam içində bir yerimizdə. Mən ona heç bir nə bilim bir nəsə qaldırmaram çünki mən başqalarına o kişi deyib yuxarıda gəzənlər var, kişi canlı açıb mən onlara dəfələrlə yalvaranda hardaydılar? İndi durub Velizarı müzakirə eləyir. Düz deyirsən xanım, düz yox, özdə o Hacı Şahin şəklini qoyan xanım deyir ki, sən uşağıma deyir kömək. Bəli, eləməlidir. Şəxsən mənim uşağım da. Olsun, bir dəqiqə, mənim uşağım da xəstə yenə dəstək olsun. Demək istəyirəm ki, Allah sən uşağından imtihan eləməsin. Mənim uşağım da bu dəqiqə xəstə olsaydı ya. Heç kimə göstərməsin. Əlbəttə, mənim uşağım da gözümün qabağında. Ona görə də ağzı Bəli, bax, mənim şəxsən də, mənim də uşağım gözümün qabağında xəstə olsaydı, sağ olun, imkanım mən söz verdiyim kimi düşürəm aşağı.
Allah Aşağıdan kömək qulaq olsun. asacağım. Sağ olun. İlkin deyir ki, Allah şəfasını versin. Pulsuz şəfa olmur. Ay suala cavab vermək istəyirəm. Maddiyatsız şəfa olmur. Bizim Xəstəxanada pulsuz heç xəstənin kimə anası xidmət düşdü getdi. Allah ona göstərmirlər. şəfa versin birinci Ay, növbədə. İkinci növbədə pulsuz heç verdiyi nə bir dəqiqədə yoxdur, Ağlı xanıma ilkin. sual verib cavabını verin Pulsuz də. heç nə yoxdur. Xəstəxanada O pulsuz xanımın adama dediyi iynə kimi də əgər Vəlizara niyə belə din önəm verirlər? Valla bugünkü gündə mən də TikToka baxanda istəyirəm Vəlizarlıq eləyəm. Ol da Vəlizar səndən yaxşı. Elə də sənin qanında var Vəlizarlıq. Elə də. Vəlizarın ürəyi Mənim qanımda səndən yoxdur. yaxşıdır. Ay Ürəyi, görsən sən ürəyi. Faiz sonra demişkən qədər meyli var işləyirsən. onun, faiz Əqli demişkən cəhətdən meyli var. var. Sən niyə görə? Meyilli. Faiz meyli var ha faiz. Demirsən mən istəyirəm Vəlizarlıq. Yəni mən ay bədbəxtlər, mənim demək istədiyim odur ki, mənim demək istədiyim odur ki, mənim demək istədiyim odur ki, xanımın verdiyi suala cavab verirəm ki, yəni demək istəyirəm ki, bugünkü gündə mən, bax Vəlizara baxıram, görürəm ki, hamı Vəlizara şir atır. Mənə atan yoxdur. Mənə niyə atan yoxdur? Çünki mən Vəlizar deyirəm. Amma dönüb olsam Vəlizar, hamı mənə də şir atacaq. Yəni siz durub burada Vəlizarı təbliğ eləməyin. Ayıb olsun sizə. Eşidirsən? Sən Eşidirəm, nöş eşitmirəm ki, ay Fariz. Sən Vəlizadədən betərsən, mən sənə deyim sən. Gör nə deyirəm Fariz, eşidirsən? Fariz gör nə deyirəm, çıxmısan burada pül yiyirsən, içmirsən orada araqdan, pül yiyirsən. Pül yiyirsən də var, sən Vəlizarı burada tərəf İçəndə sən hasarı bitirsən, mən yox. Nətər yəni içmişəm deyən mən içməmişəm. Qaqaş mən ayıq başına danışıram. Mən də deyirəm ki, eşidirsən məni. Utanın ala. Nə Vəlizar burada təbliğ edirsiniz? Nə Vəlizarın tərəfini saxlayırsınız burada? Gör nə deyirəm, bizim içəridə yatan elə qeyrətli, qeyrət namuslu Vəlizarın bağlı qapısını açsın. Gedin qadın olaraq. Sən harada yatırın? Bir dəqiqə deyalım da. Utanmırsınız anasıyız. Diyalog aparaq da. Mənə şir lazım deyil, gör nə deyirəm, mən özüm elə şir kimi oğlanam. Sən kimsən ki mənə şirdən mirdən danışırsan? bir qəpik Az bir dəqiqə dayan da. Mənim eşidirsən, gör nə deyirəm, qəpiyim olmasa da mənim qeyrətim var. Mənim qəpiyim olmaya bilər. Sən qeyrətin bir xəstə Mən qeyrətli oğlanam, başa düşdün? Sən qeyrətin bir xəstə. Sən Velizardan danışırsan da, Velizar qeyrətsiz. Elə oğlanlar var ki, Azərbaycanda öz bacısının namusuna sataşır. Baba var ki, öz nəvəsinə sataşır. Bir dəqiqə dayan. Faiz söhbət gedir. Toxun satır elə qeyrətli olsasa bir belə kütlənin Bir dəqiqə dayanın da. Bu boyda kütlənin qabağını ala bilərəm. Sizin kimi arvadlar məni yıxıb qoyacaq böyrünüzə Vəlizar eləyəcək. Sənin evindəkilər. Gör nə deyirəm sənə, eşidirsən elə Starbuck payı düşür. Çünki gedin qatılığını satın, eşidirsiniz. Gəlib, gör nə deyirəm sizə, utanmırsınız sizə. Utanmırsınız siz. Sən niyə gedib yatırsan? İlkin sabah Ayıb olsun sizə. Valla ayıb olsun. Niyə yatmırsan? Utanın, nə xəcalət çəkin, durub. Velizarın dərdi sənə qalır. Ay İlkin. Velizarın dərdi sənə qalır. Niyə yatmırsan bala? Atılan şirlər niyə buna gəlmir? Yanıb töküldü. Mənə şir maraqlı deyil. Mənə bugünkü günə qədər şükür Allaha özüm qazanıb özüm yemişəm. Mən söhbət şirdən getmir. Kişinin qızı. Kişinin qızı şirdən getmir söhbət. Xəcalət çəkinir. Burada sən bir Azərbaycan qadını olaraq qıtığı tərifləyirsən. Utanmırsan sən. Sən utanmırsan çıxıb burada bizdən İrağı tərifləyirsən. Mən onu təriflədim. Mən dedim ki, onun rəyi yaxşıdır. Mən o cizmə Ürəyinə tüpürüm onu. Onun ürəyinə tüpürüm mən. Tüpürüm onun ürəyinə. Və onun yerinə sən dəstək olardın. Da neçəydi pul? Kimə dəstək olardı mən? Olardın da. Sən deyəcəm bir yaralı barmağa yot sürtmürsən. Yaralı barmağa yot sürtmürəm. Mən mındarlayıram. Kəsilən yerim varsa mındarlayım. Ay İlkin. Allah Taala da bilirsən insanın qəlbinə görə verirdi ona. Qəlbimə görə deyəndə ki, mənim şükür Allaha eşidirsən acından ölmürəm. Şükür Allaha Allah mənə ruhu verib. Şükür qeyrətim var. Başa düşdün? Siz özünüzdən müqayyət olun. Bir Azərbaycan qadınına yaraşmayan bir şeydir. Gecə saat 2-də durub Sən heç kimin qeyrətinə söz deyə bilməzsən. Mən heç kimin qeyrətinə sataşmıram burada. Sənin
qeyrət və sataşıram burada. Yox deyirsən ki, qeyrəti heç kimin sən qeyrətdə Yox, söz deyə sənin bilməsən. qeyrətindən danışdım burada. Deyirəm ki, Kimlə gedir hamı? bir dəqiqə sözü götür baş başa. Hayır, sənlə gedir yəqin. Nasıl sənlə Sanki gedir başım gedib sənin. Gör nə deyirəm? Başım gedmir, sənin başın gedib. Sən mənim heç qeyrətimə söz də deyə bilməzsən. Başım gedmir, sən mənim ağzımın daşını qadınlara yapma. Nə qeyrətdən danışsan? Hansı qeyrətdən danışsan ki, durub Petrun götüründən Sən hansı danışırsan? qeyrət? Yaxşı eləyirəm, Petrun tərəfini Pox yeyirsən, yaxşı eləyirsən. Poxu sən yeyirsən. Oxu Sən sən mən yersən. qızına deyəsən. Sən kimsən poxu sən elə yedizdirənəm ki. Yaxşı eləyirəm. Yaxşı eləyirəm. Kim eləyirəm, Petrun tərəfini tuturam. Qələt eləyirsən. Məni demək yersən ilkin. Başa tutursan, sən deyəsən həddi başdın ha. Poxu sən elə yedizdirənəm ki mən. Görüm gözləyirəm. Ağzımın daşını Ağzımın Bəlizar danışığında sən nə içindən Petrun burada yaxşı təmsil edirsən oğlandı. millətə? Bəlizar içindən yaxşı oğlandı. Bəlizar məndən yaxşı oğlandı sənin gözündə. Başa Biz düşdün? belə görürük. Sənin gözündə yaxşı Səndən oğlan yaxşı ola bilər. oğlandı. Sən inşallah evladın Əhməd kimi olar, başımızı kəsər. Əhməd kimi olar, İnşallah, sənin kökünü inşallah. kəsər. İnşallah başımızı Əhməd kimi olar, sənin kökünü kəsər. Oğlum başımı kəsər inşallah. Başım, sən Bu də Əhməd kimi, eşidirsən, mənim başım Əhməd kimi oğlanlara fəda olsun. Əhməd mənim başımı kəssin, amma Bəlizar kimi mənə övlad qismət eləməsin. Amma sənə Allah Bəlizar kimi oğlan qismət eləsin. Niçin qınandığın yerdə Səfəri xoş gəldin. Ha bir dəqiqə Qeyrətdən dayan. zaddan danışırsan bayaq. Ha, bir dəqiqə dayan. o olmayan qeyrətindən. Gör nə deyirəm, o qucağında gül buketi tutsun sana, Bir dəqiqə ərin verir dayan. sənə, bilmirəm kim verir. Düş aşağı get ayranı, dəmləginə, Ha, bir sabah dəqiqə Canavar dayan. şəxsiyyət səni gözləyirəm mən. Gəl Ha, bir nömrəmi də dəqiqə verim, dayan gəl da. sənə qəşəng mən xırdalayım sözümü. Ay sən mənə nömrə verəcəksən, gör nə deyirəm, sən gör nə qədər səviyyəsiz bir adamsan ki, deyirsən nömrə verirəm, mən sənə nə nömrə verəcəm ki, başa düşmədim. Sən nömrəni Bəlizara verəcəksən, Bəlizarın ətrafına verə bilərsən. Az qeyrətdən pülə. Tamam bunlara atacaq hamısın. Sənə yoxdur ondan danışır da xanım. Kimdə nə yoxdur ondan danışır. Yəqin evdə anası gillə elə söyüşlə danışır. Zor eləyirik. Bəlizar səndən yaxşı oğlan. Ananla elə danışır. Xalqın gözü tərəzidir. Xalq burada 1 kay 200 adam var. Bu insanlar bilir ki siz kimsiz. Başa düşdünüz? Siz hayasız, olumsuz gəlib düşmüsünüz üstümüzə. Get yat qadın. Get yat. Elə qadamı alasan. Qadın tünənə qolsun. Sen de Belizar Ha bir dəqiqə dayanın da. Ay Fariz dayı. Fariz dayı. Bir kimi gördüyün insanlara da başa düşdün. Ay Fariz dayı, İşte sen sən məni. bu ilkini Mən sənə susturdan şir al. yox, tuzik atarım, tuzik İmkan atarım. verirsiniz. Səni istədiyim kimi yönləndirərəm. Sən tuzik edən adamsan. Şirinə desən şir Abi, görürsən. abi. Bir dəqiqə dayanın. Fariz dayı Ha, onun bir dəqiqə cavabını dayan. verəcək. Bir dəqiqə dayanın. Ha bir dəqiqə dayanın da. Ay qurban olaram sizə. Bir dəqiqə dayan. Ay Elçi. Elçi. Fariz. Sən kişisən düzün denə. Səndə meyillik var. Gör nə deyirəm Fariz. Bu eşidirsən? Sən də arvadlarla bir ələ vurursan. Gör nə deyirəm sənə. Elə mənim kişiliyimə şübhəm varsa belə görüşüb mən sənin kişiliyimi sübut eləyərəm. Kişilik tək onunla ölçülmür. Ha bir dəqiqə Kişiliyim, dayan. eşidirsən mən gör nə deyirəm sənə. Kişiliyi götür Bir verməklə dəqiqə dayanın ölçülür. qoyun diyalog qapa. Hayır sendeki Ha dovşanda bir da var. dəqiqə dayanın da. Gör nə deyirəm məndəki dovşanda da var. Gör nə deyirəm amma mən Kişilik ürəklə ölçülür. Sənin fikrin ümumiyyətlə maraqlı deyil, qulaq as. Necəsən Fariz? Kişilik ürəklə Yaxşı, ölçülür. ha bir imkan verin ilkinlə. Hayır, sən qardaşsan fikrin eşidirsən. Hayır, sən qardaşsan. Ha bir dəqiqə dayanın da. Deyirəm sən Bəlizarın qardaşsan. Farizə mi? Bir Ha bir İlkin dəqiqə sakit dur, bura kişi gəlir. Farizə mi? İlkin sakit dur. Düz deyirsən, sənin gözündə kişi ola bilər, mənim gözümdə Bəlizarın qardaşıdır. Bəlizar sənin qardaşındır. Qulaq as gör nə deyirəm. Ala bayaqdan qeyrətdən zatdan dəm vurursa, qulaq as. İşte sən var şey, sən söz Sakit dur, kişi söz danışır da. Sən kişi olaraq bura çıxıb Bəlizardan danış, sən nə sözlə qulaq asacam mən. Sakit dur, kişi danışır. Duradım var mən, nazardan normal danış. Səsi bu danışma la oradan. 1200 lira. Al mənim səsim belədir, küçük. Səsin belədir, küçüyü deyil, birincisi gör sən nə deyirəm, mən itəm, sən də mənim küçüyümsən. Gör nə deyirəm sənə. 1200 lira. Ağıllı Var ol. burada. Normalni danış, çıxıb bura kişilikdən danışır. Vəlizarın qardaşı idi, bax o. Ne oldu söz danışanında sıra atırsınız elə onda siz atın da. Sən də tərəf lazım lazım bilirsən bəs.
Belə İmkan vermiş. Musra. Bir dəqiqə xahiş edirəm, sakit Ay olun. benim İlkin, imkan verin de. Ay sən qulaq asın, gör nə deyirsən. Faizlər, bir dəqiqə Ay benim gözlə. imkan verin İlkin, de. Buyur qardaş. Hayır ki. mən danışacağım yerdə arvadlar danışmamalıdır. Danışırsa mən danışmayacağım. Mənim arvadlar Təmiz söhbət. Danış qardaş, eşitdirik səni. Ya mənim üçün kişi danışan yerdə arvadlar sakit durmalıdır. Xahiş Arvad edirəm, da deyirəm, xanımdır. Arvad demeyin, ne hanım deyin, hanım. Yəni mən bayaqdan danışıqlarınızdan arvad deyirəm mən. Danışıqlarınız arvad danışıqları. Sen gayret Təmiz eləyib. söhbət. Qulaq asın. Çünki normal Azərbaycan Sən qələt eləyib deyirsən. Mən bayaqdan evdəyəm, Faiz. Deyirəm ki, sən Bəlkə qələt sənin eləyib evində deyirsən. Qadınlar özü söyüş söyə bilər. Mənim üçün, mənim ailəmdə, mənim evimdə qadın söyüş söyə bilməz. Deyirəm ki, sən qələt eləyirsən. Onda belə Deyirəm ki, danışma. mənim evimdə qadın mən bayaqdan evdəyəm deyirəm. Evde atfisat olacağına, bura senin evin değil, bura senin evin değil. Ən azından mən evdə Xəski danışma Arzu. Kişi sözün deyir. Xəski danışma. Ay kişi Mən sözünü evdə deyə oturub bilməz. Hamı elə. danışıramsa, bir dəqiqə qulaq asın. Sizə sual verirəm qadınlara aid. Azərbaycan qadını bu cür danışır söyüşlərlə. Ay bir dəqiqə qulaq Kişi, asın. Azərbaycan kişisi söyüşlə danışır bəyəm. Azərbaycan qadına gələni danışır. Bir dəqiqə qulaq asın. Mən dedim, Ondan o mən söyüş bir söyləyir. dəqiqə. Sən birinci Mən ona deyirəm sual ki, ver. mən də ona görə deyirəm ki, mən danışan yerdə qadınlar danışmasın. Mən ilkinlə özüm Mən danışırdım. danışıram. Mən danışıram. Mən olan Deyirəm yerdə ki, danışma. birinci Mən o söyüş ilkinlə söyləyir. danışıram. Sen kimsen ki sen olan yerde Ay konuşmuyorsun hanım. sen ki. Ay Ne hanım, bir dakika üstünlüğün bu var? arada. Üstünlüğün nedir ki kim? Bir dəqiqə. Üstünlüyüm odur ki, burada iki dənə kişi üzrə da iki dənə kişi danışırsa, qadının danışmağına ehtiyac yoxdur. Burada kişilər danışsın bu. Sözümü mən demək istəyirəm. Kişini apar direktə danışır. Bu kişi direktlik. Hakine danışmayacağız. Biz başa Bir dəqiqə qulaq düşürüz. asın. Mən İlkinlə özüm danışmaq istəyirəm. İlkin, bir dənə mənə qulaq as. Bu Vəlzara pis baxıram, düzdür? Mən də pis baxıram. Pis baxdığımız insanın şəklini bura qoyub, reyting prem yığıb, cəmaatı boyda başımıza yığmağa ehtiyac varmı? Axı biz bunu gündəmə... Kim yığır? Bir dəqiqə qulaq as. Yox, indi- Xanımlar danışmayın da xahiş edirəm. Mənə qulaq as. Bax, Sən mənim- kimsənə gəlib burada zakon qoyursan bunu? Bir dəqiqə Yox. gözlə. Dedim ki, mən Sən kimsən danışanda- gəlib burada zakon qoyursan? Yox, indi Gel dostlar, aşağı qoyma. qardaşın dediyi bir şey fikir bildirək. Birincisi Nə fikir biz bildirək? bunu qoymaqla, yəni göstəririk ki, millətə ki, beləncə insanların qarşısını almaq lazımdır. Beləncə insanların önündə durmaq lazımdır. Beləncə insanlara bu Sən kim insanlar? Sən kim insanlar? Amma Vəlizarın qohumları gəlib, məsələn burada Aygün Niçin var, Arzu mikrobsan var, sən, qohumları mikrop, gəlib. mikrop. məsələn. Və qohumlarına da izah eləyirik ki, bizim dövlətimiz yaxşı eləyib Sən Vəlizarı izahın tutub, keçmir bizə. ədəb eləyib. Allah sən var. Allah bizim polislərimizə can sağlığı versin. Allah bizim dövlətimizi qorusun ki, belənçinə üzdaqları Get bizim yat, sabah millətimizin işlərsən, gözü get yat. önündə dərisin soyub, tülkü dərisi kimi və Vəlizarın qohumları olaraq bu xanımlara demək istəyirəm ki, Arpa bir də o qədər üzdən İraq var. Niyə gedib dərisini soymursun? Üzdən İraq var. Yəqin ki, o üzdən İraqların da bir gün Niyə gedib dərisini önündə soymursan? sərhəd Oturub burada belə qoyulacaq. yalandan Yavaş-yavaş TikTokdan gülürsən. başlanılır. Siz Elə indi belə Vəlizarın Ne? xalası qızısınız. Nəyi söz konkret olaraq deyim mən belə. Yox, Vəlizarın ürəyin sevilir, ürəyin. Ürəyin sedirsiniz. olubdunuz o qeyrətli olanda. Siz Vəlizarın xalası qızı Aygün tanıdıq, şad olduq. Arzu xanım, siz Vəlizarın nəyisiniz? Biz Vəlizarın Qardaş oğlunun parçalarının dayısının yerinə Biz Vəlizarı biz o dəstəkləyirik. Biz Siz utanmırsınız. Vəlizar özü deyir ki, mən bu yaxşılıqları eləyirəm ki, bilirəm özüm nəyəm. Eləyirəm ki, cənnətin cılsın belə olsa mən onu görüm. Başa düşdün? Cənnətin cılsın, siz ancaq cənnətin cılsın görə bilərsiniz. Sən özündən danış, mən Vəlizardan danışıram. Yəni sən başda olmaqla, bax gör nə deyəm, sən var ha, sən var ha. Sən cırdırını da görə bilməyəcəksən. Bunu mən sənə deyirəm. Sən cındırımı çıxardıb indi pullayacaq buradan söyle. Mənim cındırımı çıxartsoz da, məni afsoz da, Vəlizarın sifətinə, Vəlizarı dəstəkləyənlərin hamısının sifətinə. Düşdü aşağı, nə gəzsən burada? Başda da siz olmaq şərti ilə. Gəzirsən burada? Vəlizar pisi təbliğ eləməyə gəlmişəm. Pisi təbliğ eləməyə gəlmişəm. Təbliğ eləyim. Niyə düşüm? Səbəb nədir? Niyə görə düşməliyəm? Çünki Vəlizarın qohumlarına icazə verməliyəm ki, Vəlizar qohumları istədiyi kimi danışsın.
Gör nə deyirəm ay Ləman xanım, bir yüz aşağıdan, bir yüz yuxarıdan arvadlarla danışmaq mənim belə batimimdə yoxdur. Ancaq bu mövzuda mən sizə cavab vermək özümə şərəf bilirəm. Bu qədər insanların içində bayaqdan xanımları sevməyə çalışır. Xanımlar deyəndə ki, sən necə xanımsan ki, götün verəni tərifləyirsən burada? Özür verirəm. Sən necə onu bəyənmirsənsə, mən də onu bəyənməkdə bu mənim öz hür iradəm. Ay, bəyənirsən, ged evin içində bəyən. Allah sizə vəzifə Sən kimsən? Mən evin içində bəyənirəm. Burada bu boyda sənə kaosu yaradan sənsən. Xanımları alçaldan sənsən. Get ayranı belə. Get Bir dənə söz xörəyi deyim. düzəl. Abi səsiz Söz deyim düşürəm. Fariz dayı sözümü deyim düşürəm. Ay, Abi, bak bir biz dəqiqə səsiz Bəlizadəni bağlayın. bəyənirik. Sonra bax sana nə? Abi bir dəqiqə səsiz. Vəlizarın Bax, sana qardaşı, nə? Vəlizarın xalası qızı, Vəlizarın Ay, bacısı sana Vəlizarı nə, bax, bəyənə sana bilər. nə? Sən Deyirəm, Vəlizarın sən yəqin danışmısan, bacısısan, qardaş. Bir dənə Vəlizarın yaxşı yəqin əlini göstər, xalasısan, deyirsən, Vəlizarın xalam yəqin olsun, anasısan, Vəlizar Vəlizarın yəqin Qalan yaxın bir yanıma adamısan ki, Vəlizarı bəyənirsən. Sən söylədiklərinə Azərbaycan milləti olaraq nə Vəlizarı bəyənirik, Azərbaycan millətinin nümayəndəsi olaraq nə Vəlizar firmasındakı Bəlizar bir titulları nəvə bəyənirik. olaraq nənəsinə, babasına 10.000 manatlıq tualet tikdirib. İlkin sən nə Sən eləmisən? də git sıç Sən orada. neynəmisən, Tualetə neynəmisən? get, sən də sıç ki. Sən neynəmisən, gəl sən ağzına. Mən eşitirsən, gör nə deyirəm, mən